Salam kanal izləyiciləri, bugün sizlərə Çinar 5-ci sinif Riyaziyyat test toplusu kitabından test 7 və test 8-in izahını verirəm. Mövzumuz natural ədədlərin müqayisəsi və sıralamasıdır. Video keçməmişdən öncə, əgər bu videolar sizə faydalı, maraqlı gəlirsə, kanala abunə deyilsinizsə abunə olmağı, videoları bəyənməyi və ətrafınıza paylaşmağı unutmayın. Keçdik izaha. Birinci sualımıza deyir ki, hansı ədəd 23348 ədədindən böyükdür? A bəndində 23048 ədədi elə verilən ədədin özünə bərabərdir. B bəndində 23248 ədəddən kiçikdir, olmaz. Amma C bəndində isə 24438 ədədi verilən ədədən, yəni 24348-dən böyükdür. Ona görə düzgün variant C variantı. İkinci sualımıza deyilir ki, cədvəldə 4 şirkətin illik gəliri göstərilmişdir. Hansı şirkətin gəliri çoxdur? Uşaqlar, baxsaq müqayisə zamanı, ilk öncə biz müqayisə zamanı rəqəmlərin sayına görə müqayisə edirik. Biz görürük ki, Dalğa şirkətində 6 rəqəmlidir, qalan 3 şirkətdə isə 7 rəqəmlidir. Ona görə artıq başlayırıq yəni ədədlərin öndəki hissəsindən ən böyük ədəd uşaqlar 7-dir. Demək ki, o artıq matadorla kilovardadır. Sonra 7-dən sonra 2 gəlir, müqayisə apara bilmirik. Baxın, 2 şirkətin müqayisə apara bilmirik. Sonra 1 gəldiyinə görə yenə müqayisə getmir. Və nəhayət 1-dən sonra baxın 5 gəlib. Burada 5 matador, amma kilovarda isə 8-dir. 8 5-dən böyük olduğuna görə Gilavar şirkətinin illik gəliri ən çox olur. Üçüncü sualda deyir ki, hansı ədəd 453286 ədədindən kiçikdir? A bəndi 435286 ədədi, həqiqətən də 453286 ədədindən kiçikdir. Düzgün cavab A variantı. 18531 ədədi A-dan böyükdür. İfadədə A-nın yerinə yazıla biləcək ən böyük ədəd, yəni uşaqlar 18531 ədədi nədən böyük, hansı ədədlərdən böyükdür? Yəni nədən böyük olacaq? Əlbəttə 18530-dan, 18529-dan, 18528 və bu sıra azala gedəcək. Bax, deyir ki, bu sıranın ən böyük. Uşaqlar, bu sıranın ən böyük nə olacaq? 18530. Düzgün cavab B variantı. Deyir ki, A-nı B-nin seni bizə verib. Deyir, hansı münasibət doğrudur? Deyir ki, A variantında A B-dən böyükdür. Xeyr, uşaqlar, 37000 48000-dən böyük ola bilməz. Bu yanlışdır. B variantında deyir ki, A C-dən böyükdür. Ola bilməz. 37000, yəni orada digəri 48000 artıq olmaz. B C-dən kiçikdir uşaqlar. B-imiz 48418-dir, C-imiz 48317-dir. Düzgün deyil. Amma deyir ki, B C-dən böyükdür. Bəli, 48418 48317-dən böyükdür. Hansı ədəd 36486 ədədindən böyükdür uşaqlar? Düzgün cavab B variantıdır. Çünki burada 360486-dır. 360000 hara, 36000 hara. Düzgün cavab B variantı. Deyir ki, müqayisənin doğru olması üçün A-nın yerinə yazıla biləcək rəqəm neçədir? Uşaqlar, bir dəqiqə. Biz müqayisə edərkən ilk öncə 2-lərə baxın. 2-lər eyni olduğuna görə müqayisə apara bilmirik. 4-lər eyni olduğuna görə müqayisə apara bilmirik. Yəni burada mənim A 6-dan böyük olmalıdır. 6-dan böyük rəqəm də 7-dir. Düzgün cavab D variantı. Deyə bilərsiniz ki, mənim niyə 8-9 qoymadım? Axı bizə verilən variantların içində mən onu seçməliyim. Ona görə düzgün cavab 7 D variantı. Hansı ədəd 15 vur 10 üstü 3 ədədinə bərabərdir? Yəni 15 vur neçə deməkdir? Bu 1000 deməkdir. Yəni alınır 15000. 15000 hansı variantda var? Düzgün cavab A variantı. Dokuncu sualımıza deyək ki, uşaqlar, rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli ədəd neçədir? Uşaqlar, ən böyük 5 rəqəmli ədəd, amma rəqəmlərin müxtəlif olmayan 99999-dur. Rəqəmləri müxtəlifdir, amma ən böyükdür. Mən birinci rəqəmi saxlayacağım.
Digəri də artıq dəşəşə gedir. Yəni artıq 8 olacaq, sonra 7 olacaq, sonra 5 olacaq, sonra 6 olacaq. Düzgün cavab C variantı. Aşağıdakı ədədləri artan sırayla düzsək, hansı ədəd 134.450 ədədindən əvvəl yazılmışdır? Uşaqlar, 134.450. Artıq baxırıq ki, bütün variantları 134.000-dən başlayır. Bircə D variantından başqa. Bundan əvvəl yazılmalı nə deməkdir? Yəni 134.450-dən kiçik olmalıdır. 134.450-dən kiçik ədəddir. Uşaqlar, 134.054 ədədir. Düzgün cavab C variantı. Deyir, hansı müqayisə səhvdir? A bəndi doğrudur. Deyək ki, B bəndi uşaqlar, B ilə C qarşılıq düşüb burada. Amma D bəndinə baxaq uşaqlar. 35.365 kiçikdir 35.147. Artıq bu yanlışdır. Düzgün müqayisə deyil. Gün ərzində Gülnarə 25.836 addım atdı. Çiçək ondan az addım atıb. Çiçək neçə addım atmış ola bilər uşaqlar? Yəni, nə bərabər deyil Gülnarın addımlarından, nə də ki, böyük deyil. Hansı variantda uşaqlar var? Baxaq, 25.863 olmaz, 25.836 olmaz, 25.880 olmaz, artıq böyükdür. 25.834, düzgün cavab D variantı. T8B variantı uşaqlar, yəni də eyni mövzumuzdur. Baxaq. Deyir ki, Əhməd 9013, Yusuf 5109 rəqəmlərini istifadə edərək ən kiçik 4 rəqəmli ədədlər yazır. Uşaqlar, ən kiçik 4 rəqəmli ədəd Əhməd yazır. Nə yazır? 1, 0, 3, 9. Yəni minus 9. Yusuf isə yazır 1, 0, 5, 9. Yəni 1059. Alınan ədədlər hansı variantda doğru müqayisə olunmuşdur? Uşaqlar, B variantda doğru müqayisə olunmuşdur. 1059 1039-dan böyükdür. Uşaqlar, ikinci sualımızda deyir ki, verilən rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə 43.700.000 ədədindən ən kiçik, ən böyük hansı cücələr yazmaq olar? Yəni, bu 43.700.000-ə yaxın olmalıdır. Tamam. Bunu birinci ədədimiz 4, 3, artıq üçüncü 7 qoya bilmərəm. Çünki qoyduğum ama digərləri böyük olacaq. 6 qoyuram. 6-dan sonra 9, sonra 7, 5, cüt dediyinə görə 1 və 8 artıq bura qoydum. Düzgün cavab A variantı. Deyir, verilən rəqəmlərin bir dəfə istifadə etməklə yazılan ən kiçik 6 rəqəmli ədəd hansıdır? Şöyle ən kiçik isə biz 1 ilə başlamalıyıq, sonra 0 verəcəyik, 3, 7, 3, sonra 5, sonra 7, sonra 9. 103.579 düzgün cavab C variantı. Müqayisənin doğru olması üçün sualın yerinə yazılı biləcək neçə rəqəm var? Uşaqlar. Yəni sual 7-dən böyük olmalıdır. Yəni qoyacağım ədəd ümumi ifadədə böyük olmalıdır. 7-dən böyük iş variant 8-dən 9-dur. Əgər mən bura 7 qoysam, baxaq, nə olur? 37.591 böyük olmalıdır. 37.578. Demək artıq 7-ni də qoyduğum halda, baxın bu hissədən böyük oldu. Ona görə mən o sualın yerinə 7 də qoya bildim, 8 də qoya bildim, 9 da qoya bildim. Yəni bütün hər bir testdə bu doğrudur, xeyr. Çox vaxt həmişə müqayisə zamanı, yəni nəyi isə müqayisə edirəmsə, tutaq ki 3-cü rəqəm və ya 5-ci rəqəm, çox hallarda həmin ədəddən böyük rəqəmlər götürürük. İndi bu sualımıza görə uyğun variant 3-dür. Yəni 3 dənə mən rəqəm yaza bildim. Düzgün cavab B variantı. 25.407.206 ilə 25.407.206 ədədi ilə 3.728.000
16 ədədini müqayisə edək. Uşaqlar, əlbəttə ki, 25.407.206 3.728.016-dan böyük olacaq. Düzgün cavab A bəndi. 6-cı. Yenə deyir, A-nın yerinə yazıla biləcək rəqəmlərin cəmini. Baxaq. Baxın uşaqlar. Yerdilər bərabər olduğuna görə artıq mən 4 ilə A-nı müqayisə edirəm. Yəni 4 böyükdür A-dan. Olmalıdır. Yəni A-nın yerinə 1 qoya bilərəm, 2 qoya bilərəm, 3 qoya bilərəm, bir də 0 qoya bilərəm. Rəqəm olduğuna görə 0 da götürürəm. Amma A-nın yerinə mən, baxın, 4-cü sualda qoya bildim. Yəni 7 idi, yəni 7-ni qoya bildim. Bax, görək indi burada mən A-nın yerinə 4 qoya bilərəmmi? A-nın yerinə 4 qoyduğum halda 74.838 74.924-dən böyük olmayacaq. Ona görə 4 qoya bilmirik. Deyir, A-nın yerinə qoya biləcəyimiz rəqəmlərin cəmi. Mən A-nın yerinə 0, 1, 2, 3 qoydum və bu cəm bərabərdir 6-ya. Düzgün cavab B variantı. Ən böyük 6 rəqəmli ədədi 33-ə bölüb alınan qisməti ən kiçik 5 rəqəm ədədlə müqayisə edək. Ən böyük 6 rəqəmli ədəd uşaqlar 999.999-dur. Bunu 33-ə böldüyümüz an cavabımız olacaq neçə? 30.303. Və bunun deyir nəyə? Ən kiçik 5 rəqəmli ədədinə. Ən kiçik 5 rəqəmli ədəd 10.000-dir. 10.000. Əlbəttə ki, 30.303 10.000-dən böyük olacaq. Düzgün cavab C variantı. Verilmiş ədədlərdən hansı 3000 10 ədədindən böyük 3000 10 ədədindən böyük 3100 ədədindən kiçikdir. 3100 ədədindən kiçikdir. Yəni burada yerləşir. Uşaqlar 3187 olmaz. 2380-də olmaz. Aralığa düşmür. 3257-də olmayacaq. Amma 3087 ən düzgün variantdır. Uşaqlar, verilən ədədləri deyir, azalan sayılan düzə. Azalan sayı nədir? Böyükdən kiçiyə. Ən böyüyümüz 9017-dir. 2 variant da var. Növbəti 3627-dir. A-da. Sonra 3617, sonra 3017 və 2016. Düzgün cavab A variantı. Hansı ədəd 1.506.128? 1.506.628 ədədindən kiçikdir. Baxaq. Şu düzgün cavab B variantı 1.056.628. Uşaqlar, 11-ci sualımızda deyir ki, şərtini ödəyən, yəni K kiçikdir 678, 678 də kiçikdir M-lə. Şərtini ödəyən K ən böyük. K-nın yerinə ən böyük, mən 677 qoyuruq. M-in yerinə ən kiçik deyirsə, 679 qoyacaq. Toplasaq, cəmi istəyir bizdən. 709, 16, 6 yazıram bir yada, 707, 14, o da bir yada 15, 606, 12, o da bir yada 13. Düzgün cavab A variantı. Uşaqlar, deyir ki, hansı ədəd digərlərindən böyükdür? Ədədin digərlərindən böyük olması üçün ilk öncə mən onun rəqəmlərinin sayına baxmalıyım. Gəlin baxaq. Baxın uşaqlar, burada 9 dənə sıfırım var. Yəni, rəqəm olaraq 9 dənə rəqəm artıq var. İkisi də burada var, oldu 11 rəqəmdir. Şöyle 7 rəqəm burada var, yəni 7 sıfır burada var, 3 də burada 10. Yəni şöyle 7 burada, 3 burada, yəni burada 10 rəqəmli. 6 sıfır, yəni 6 rəqəm var, bir də 3 rəqəm burada, 9 rəqəm. Şöyle ən böyük rəqəm sayı A-da olduğuna görə A ən böyük ədəddir. Hələlik bu qədər uşaqlar, sağ olun.